Əziz izləyicilər, bugün sizlərə çox saylı mesajlara görə Yoshiro Paltaryanın istifadə qaydasını göstərəcəm. Yoshiro Paltaryan ilk öncə deyim, bu 9 kiloluqdur, yəni 9-8 çoxsu proqram sistemi eynidir. Yoshiro Paltaryan inverter motordur, səssiz işləyir, ekonomdur, 1400 abarot programması var. İlk öncə start yandırma sisteminə keçək, proqramları göstərək yaxından. Bax, burada göstərir, bax. Simeshiniya Stirka, elə bilir bu proqram qarışıq yumadır, fərqli parçalar və rənglər üçün, rəngli paltarlar üçün nəzərdə tutulub, gündəlik istifadəyə uyğundur. Burada vaxtını göstərir, əlavə olaraq temperaturunu dəyişmək üçün buradan göstərir temperatur sisteminə 20 dərəcə, 30 dərəcə, 40 dərəcə. 40'dan o tarafa keçmir. Yəni maksimum verdiyi 40 dərəcədir. Temniyə kivet tünd rənglərdir. Tünd rəngli və ya solma ehtimalı olan geyimlər üçündür. Aşağı temperaturda yuyur. Temperaturu çox vermir. Bunda da 40 dərəcə verir. Sportivniyə o gecdir. İdman geyimlərdir. Sintetik və elastik materiallarda olan idman geyimlərini yumuşaq şəkildə yuyur. Növbəti proqramımız cinsdir, cins geyimlərdir. Cins şalvar və köynəklər üçün optimal temperatur və sıxma sürəti ilə yuyur. Buradan sıxmanı dəyişmək olur. Ümumiyyətlə paltarları maksimum 600 və 800 arasında istifadə edin. Yəni bunlara ehtiyac yoxdur, çünki paltarı liflərinin və yaxud da uzanmasına səbəb olur. 600 normasıdır bunun, 600-800 arası. Növbəti proqramımız hipoallergen yumadır. Həssas dərisi olanlar üçün tövsiyə edilir. Daha çox durulama dövrü ilə allergenlərin təmizlənməsinə kömək edir bu proqram. Burada da temperatur maksimum 60 dərəcədir. 60 dərəcəyə kimi yuyur bu proqramda. Yataq dəstləri, yataq üzləri, yorğan döşək yüzü və s. üçün güclü yuma rejimidir bu. Növbəti intensiv yuma güclü çirklənmiş paltarlar üçün nəzərdə tutulub. Yüksək temperatur və uzun müddətli yuma edir. Göstərir burada 2 saat 8 dəqiqə. Qaynatma dərəcəsi 60 dərəcədir. Sıxmanı yine abaroda kimi 1200-1400 abaroda kimi qalxızmaq olur. Amma maksimum 800'dən yuxarı verməyəsiz. Palaskaniya atışım, yaxalama və sıxmadır. Yəni burada əlavə durulama və sıxma üçün nəzərdə tutulub. Yüngül var, tez bazar yaxalama sıxmaq üçün 17 dəqiqəlıq rejimdir. Bunda temperatur yoxdur. Xlopok pambıq rejimidir. Pambıq parçalar üçün nəzərdə tutulmuşdur. Temperaturu burada çox verir, 95 dərəcə. O bir 2 saat 19 dəqiqədə istifadə etmək olur. Sürətli yuma, yəni 15 dəqiqə az çeşidli paltarları tez yumaq üçün ideal bir proqramdır. Bu proqram alt paltarlar üçündür. Narin və yumuşaq materialda olan alt paltarlar üçün optimal temperatur, zərif sıxma ilə işləyir. Şert proqram, yəni bu yundur. Yun və həssas parçalar üçün aşağı temperaturda yuma təmin edir. Delikat, zərif yumadır. İpək, nazik və həssas parçalar üçün istifadə edilir bu proqram. Hobik, yüngül gödəkçələr üçündür. Gödəkçə və qalın geyimlərin içindəki dolğunu qoruyaraq yuyur. Yəni gödəkçələr üçün budur. Oçistit barabanın təmizlənməsidir. Paltaryanın daxil hissələrini təmizləmək üçün istifadə olunur. Adətən çox limon duzu və ya kalqondan istifadə olunur. Bu rejimə qoyub ayda bir dəfə baraban təmizləməsini istifadə edə bilər. Atışım sıxmadır. Nəm paltarınız varsa paltaryanın rejimə qoyub təkcə sıxma rejiminə istifadə edə bilərsiniz. Sizə lazım olan əsas proqramlar başa salındı. Temperaturu dəyişmək üçün buradan dəyişirsiniz. Sıxmanı isə buradan istifadə edirsiniz. Bu uşaq kilididir. Bunlara ehtiyac olmayacaqsa bir dənə start stopdur. Paraşok və paraşokdur, ətirləndirici maye və limon duzudur. Çox vaxt içərisindən də töküb istifadə etmək olar.
Aşağısını da vaxtı-vaxtında təmizləmək lazımdır. Çünki tiftikdir, cibdə qəpikdir, üzük nə qalsa tökülür bura, filtr tutulur və başlayır suyu götürmür. Bir də arxasında bu şlangın arxasında var. Burada tutulanda paltar yanında problem olur və burada vaxtı-vaxtında açıb ayda bir dəfədən, 2 aydan bir dəfə buranı təmizləmək lazımdır.